Zərdab rayonunda həkimə qədər doğuş hadisəsi yaşanıb. Bu barədə video görüntü paylaşılıb. Belə ki, hamilə qadın xəstəxanaya aparılarkən doğuş sancıları başlayıb və o tibb müəssisəsinə çatmadan körpəsini avtomobildə dünyaya gətirib. Hadisə zamanı qadının yanında ailə üzvləri olublar. İlkin məlumata görə həm ana, həm də yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir. Azərbaycanlı aparıcı ailə həyatı qurur. Hazırda ARB televiziyasında fəaliyyət göstərən aparıcı və jurnalist Nura Andronova tanınmış iş adamı ilə nikaha girməyə hazırlaşır. Bu barədə xəbəri aparıcının yaxınları sosial şəbəkə hesablarında yayıblar. Qeyd edək ki, bu Nura Andronovanın 4-cü evliliyi olacaq.